Heç kəs demir ki, işləmə, çalışma. Əksinə dinləyir, bekar adamın namazını qəbul eləmir Allah. Otursun, dua eləsin, ay Allah ruzu ver, Allahın acığı gəlir belə adamlardan. İşsiz, bekar indi bir var çalışır, tapa bilmir, bir də var adət eləyib. Demişəm də sizə, neçə dəfə bu hədisi demişəm, bir də İmam Sadiq əleyhissalam deyir ki, gəlib tərifləyirlər bir kişini ki, bu yaman mömin adamdır, təqvalı adamdır, imanlı adamdır filan. İmam Sadiq əleyhissalam soruşur, nədir bunun imanı? Deyir, oruç tutur, gecələr namaz qılır, zikir deyir, filan dualar oxuyur, filan edir. Tərifləyirlər bunu. İmam dedi, yaxşı bunun çörəyi hardan gəlir? Bu ibadət edir və bu hava ilə dolanır, nəsə bir şey yiyir. Dedilər, bəli, bunun ruzusunu qardaşı işləyir, zəhmət çəkir, təmin eləyir, bu da ondan yiyir, ibadət eləyir. İmam Sadiq əleyhissalam buyurur ki, o qardaşının Allahın yanında dəyəri özündən çoxdur. Allahın işləyən adamdan xoşu gəlir. Dayanmadan aktiv fəaliyyət edən insanlardan xoşu gəlir. Amma bunların mənası o deyil ki, son məqsədin o işin nəticəsi olaraq nəsə qazanmaq olsun. İş ona görə gözəldir ki, səni inkişaf elətdirir, Allaha yaxınlaşdırır, Allahın xoşu gəlir. Deyilən evdən çalır ki, mən sənin üçün gedirəm işə. Qalan şey təfərrüatdır. Xırda məsələdir. Gələr ruzi, gəlməz, çox gələr, az gələr. Onda görün necə yaranır münasibət dünya ilə. Onda görün dünyadan nə qədər ləzzət ala bilirsiniz. Onda ləzzət daha çox olur.